Qardaş, gəl bir yerdə, bax bu məclisə gələnləri salamlayaq. Bu məclisdə gəlinimizlə bəyimizin sevincini birlikdə bölənləri salamlayaq. Ağsaqqalı, ağbirçəyi, hər gözəli, hər göyçəyi, gül çəməndə gül çiçəyi, çiçəkləri salamlayaq. Bax o tayları, bu tayları, toy dolusu sarayları, vaxtı keçən subaylar var ha, o subayları salamlayaq. Bu toyumuzda gəlinimizlə bəyimizin sevincini bölənləri salamlayaq. Buyurun İlhan bəy. Kim gəlib Məmmədovların xoş mərasiminə xoş gəlibdir. Məclisi aparmağa Azər müəllimə, gözəl məclisləri aparan Azər müəllimə həvalə edirəm. Xoşbəxt olsunlar. Çox sağ olun, təşəkkür edirəm İlhan bəy. Gözünüz aydın olsun, toyumuz mübarək olsun deyirik. Axşamınız xeyir olsun deyirəm. Çox hörmətli qonaqlar, xanımlar və cənablar, əzizlər, doğmalar, başımızın tacı olan çox hörmətli əziz analarımız, hər birinizi xoş görüşdük. Bugün Məmmədovlar ailəsində böyük hörmətlə Acanat xanımın, onun könül həmdəmi Nuri bəyin məhəbbəti uğrunda qurulan bu toy axşamına ev sahiblərinin dəyərli dəvətini dəyərləndirib təşrif buyurduğunuz üçün və bu toy şənliyinin sevincli anlarını bu gözəl ailə ilə birlikdə bölüşməyə gəldiyiniz üçün sizlərin hər birinizə ilk öncə ev sahibləri adından fərdi təşəkkürümü bildirirəm. Və sizlər bizlər adından çox böyük hörmətlə ev sahiblərinə göz aydını verirəm. Gözünüz aydın olsun İslam bəy. Qızınız getdiyi evdə, getdiyi ocaqda xoşbəxt qarıyıb, xoşbəxt yarayanlardan olsun arzuyla arzu edirik ki İslam bəy, sizin bu sevincinizdən, bu fərəhinizdən hər birimizin evinə, hər birimizin ailəsinə bir toy sevinci, bir toy payı düşsün. Odur ki deyirəm, oğul evləndirək, qız götürək, gəlin gətirmək arzuyla dostlar. Bəli, artıq böyük həyəcanla, böyük səbirsizliklə gözlədiyimiz gün, vaxt, zaman, tarix yetişdi. 21 fevral 2025-ci il. Və bu gözəl qış gününün qeyri-adi edən gözəl bir səbəb və bu səbəbimizin səbəbkarları, bu axşamımızın iki parlaq ulduzları, böyük hörmətlə Acanat xanım və onun könül həmdəmi Nuri bəyin məhəbbəti uğrunda qurulan bu gözəl toy axşamını açıq elan edirik. Bu gözəl münasibətə, bu gözəl təntəniyə, bu gözəl toy məclisinə xoş gəlmisiniz deyirik. Gözünüz aydın olsun deyirəm dostlar. Bugün böyük hörmətlə mən istədim ki bizim bu gecəmizin ulduzu, ən parlaq ulduzu olan, bu gecəmizin sultanı Acanat xanım Şadlıq Sarayına təşrif buyuranda onu səbəbkarlara layiq, gür alqışlarla, alqışlamaq arzuyla və bugün ansambldan xahiş ededim ki elimizin gözəl bir adəti ilə vazalı sədalar altında bu günümüzün səbəbkarını, bu gecəmizin ən parlaq ulduzunu və hər birimizin görmək istədiyi olan Acanat xanımı öz gözəl möhtəşəm toyuna dəvət eləyək. Buyursun ansamblımız. Bəxtiyar yaşamaq diləyilə günümüzün qəhrəmanı olan, bu gecəmizin sultanı olan Acanat xanım Ruslan Şadlıq Sarayına sizin gül alqışlarınızla daxil olacaq dostlar. Alqışlarınızla Acanat xanım Ruslan Şadlıq Sarayına təşrif buyurur. Bir gürültülü alqışlar gəlsin beylər xanımlar. Bir alqışlar. Necə ödürük sizdən? Gözünüz aydın olsun dostlar.
Gözəl bir rəqs edən gəlsin. Çok sağ olun, teşekkür ederim. Teşekkür ederim hanımlara. Buyurun Acat hanım, buyurun o gözəl bəxtəbərlər kürsü sizi gözləyir. Xoşbəxt olun əzizlərim. Yar yanardan, qar yanardan olasınız. Ensemble, teşekkür ederim. Gözünüz aydın olsun değerli dostlar, değerli insanlar. Gözünüz aydın olsun çok hürmetli meclis iştirakçıları, çok hürmetli bugünümüzün sultanı olan, bu gecemizin en parlak ulduzu olan Acanat Hanım, hoş gelmişsiniz. Qədəmləriniz mübarək olsun. Sizləri təbrik edirəm. Mən sizləri ilk öncə sənin müəllimin kimi təbrik edirəm. İlk öncə sənin toyunun aparıcısı olaraq təbrik edirəm. Ansamblımız adından, çox dəyərli müğənnilərimiz adından təbrik edirəm. Valideynlər adından təbrik edirəm. Qardaşlar, bacılar, əmirlər, bibilər, dayılar, xalalar adından sizləri təbrik edirəm. Elimiz, obamız, kəndimiz, Balakənimiz və günü-gündən çiçəklənən müstəqil Azərbaycanımız adından sizləri təbrik edirəm. Qoy bugün də bizim müstəqil, günü-gündən çiçəklənən Azərbaycanımızın gözü aydın olsun ki, onun ağışında, onun torpağında, onun daşında sizin kimi gözəl, gənc bir ailənin təməli qurulur. Bugün münasibəti ilə mən sizləri təbrik edərək, sizləri və sizlərin yaxınlarınızı, valideynlərinizin hər birini təbrik edərək, hər birimiz adından gözünüz aydın olsun deyirik. Getdiyin evdə yarayanlardan, qarayanlardan ulaşan, başı dövlətli xanımlardan olasan, yan yoldaşın sabahdan etibarən başının tacı, sən də onun dərdinin əlacı olasan. Sevəsiz, seviləsiz, 7 oğul bir qızla, bax bugünkü zamanəmizdə, bax bir süfrəyə əl uzadasınız. O qədər sevəsiz, o qədər seviləsiz ki, sizlərə ayda, gündə həsəd aparsın. Xoşbəxt olun əzizlərim, təbrik edir sizləri. Buyurun, əyləşin Acanat xanım, təbriklər, hər bir gözəllik sizlər üçündür. Gözünüz aydın olsun dostlar. Və mən təqdimata keçməmişdən əvvəl, dəyərli insanlar, dəyərli dostlar, bir xatırlatma vermək istəyirəm ki, ötən illərimizdə müstəqil Azərbaycanımızın işğal olunan torpaqlarının işğaldan azad olunması uğrunda vətənimizdə vətən müharibəsi başlandı. Və vətən müharibəsində 44 gün ərzində Azərbaycanımızın zəfər tarixini yazan və Azərbaycanımızı dünyaya tanıtdıran, torpaqlarımızı geri qaytarıb özü geri qayıtmayan Azərbaycanın igid vətənpərvər oğlanları torpaq uğrunda, ana uğrunda şəhid oldular. Allah şəhidlərimizə rəhmət eləsin. Təbii ki, bugün bir borcumuzdur ki, şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edəyim.
Allah şəhidlərimizə rəhmət eləsin. Təbii ki, hər birimiz qar sevirik, hər birimiz qış fəslini sevirik. Qış fəslini sevən nə qədər insanlar var ki. Amma unutmayaq ki, bu qarlı havada, şaxtılı havada xidmət aparan bütün hərbiçilərimizi, Azərbaycanın müsəlləh əskər və zabitlərini salamlayıram. Döyüşdə iştirak edən döyüşçülərimizə, qazilərimizə can sağlığı arz edirəm. Veteranlarımıza can sağlığı arz edirəm. Eşq olsun dövlətimizə, eşq olsun dövlətçimizə deyərək, bu ağır notlardan biraz uzaqlaşaraq, mən istədim bu gözəl anımızda, bu gözəl toy günümüzdə, Acanat xanımı, Məmmədovlar ailəsində, bu xoş günümüzdə, bu toy günümüzdə, Acanat xanımı təbrikə gələn gözəl bir ansamblı sizlərə təqdim edim. Təbii ki, elimizdə, rayonumuzda, bölgələrimizdə, regionlarımızda nə qədər ansambıllar var ki və hər ansamblın özünün yolu var, öz dəsti xətti var, fərqlənən gözəl çıxışları var, repertuarları var. Bugün də bu toyumuzda və təbii ki belədir, öz yoluyla, öz dəsti xətti ilə seçilən fərqlənən ansambllardan biri olan, regionumuzda fərqlənən ansambllardan biri olan mən Zakatala instrumental ansamblını məclisimizə salamlayıram. Ansamblın hər birisini salamlamaqla yanaşı, mən böyük hörmətlə ansamblın dəyərli rəhbəri olan, bizim gözəl dostumuz, qardaşımız olan, uzun illərdir gözəl toyların birlikdə sevincini bölüşdüyümüz, gözəl sinəsində tambırı ilə, dilində nəğmələri ilə təbrikə gələn mən bizim gözəl dostumuzu, qardaşımızı salamlayıram. Tərlan bəy, xoş görüşdük, xoş gəlmişsən deyirik. Ansambl Simran başda olmaqla dostlar, hər birinizi salamlayıram. Və mən ilk öncə bizim Şəkidən təşrif buyuran çox hörmətli dostumuz, müğənnimiz, Azərbaycan mahnılarının gözəl ifaçısı Vahabzadəni salamlayıram, xoş gəldin deyirəm. Elimizdə obamızda, Azərbaycanımızda toylar olsun deyirək və hər birimizin artıq tanıdığımız, gözəl bir xanımız, Azərbaycan mahnılarının, xalq mahnılarının, avar mahnılarının gözəl ifaçısı olan Aybəniz xanımı salamlayıram, xoş gəlmişdik, xoş görüşdük, xoş gəlmişsiniz. İnşallah gözəl toylardan səsimiz gəlsin arzuyla. Bu toyumuzu artıq gələcəyə köçürən studiyanı salamlamaqdan əvvəl mən bir gözəl DJ-imiz var. DJ Maqanı məclisimizə salamlayıram. Xoş görüşdük gözəl dostumuz. Yenə də artıq Ramiz, sizləri salamlayıram. Səyyar kamerada sizi salamlayıram. Ramiz operatorımız, rejissorumuz İsmail bəyə salamlayıram. Fotostudiyolara 2-ci Qarabağ müharibəsinin iştirakçısı Abdullah Balakəni salamlayıram. Onun köməkçilərini salamlayıram. Sizlərə gözəl görüntülər, uğurlu kadrlar arz edərək, alqışında eləşdiyimiz gözəl məkanlardan olan Ruslan Sadə Sarayının rəhbəri Elman müəllim başda olmaqla, administratorlar başda olmaqla, xidmət kollektivi başda olmaqla hər birinizə gözəl günlər, toylar arzu edərək istədik ki, Acanat xanımın şərəfinə, bəyimizin şərəfinə bizim sənətçilərimizdən gözəl bir ilk öncə təbriklər gəlsin. Kimdən gələcək? Buyurun, böyük hörmətlə. Axşamınız xeyir olsun. Mən də bəyimizi, gəlinimizi daha doğrusu təbrik edirəm. Xoşbəxt olsun. Zakatala instrumental ansambl adından sizləri salamlayıram və gözəl mahnı ilə başlayaq toyumuza. Yaşadacağım bu sevgini mənə güvən. Sev özün qədər, sadəcə sev, məni də sev, mənə yetər. Biz bu yolu gedəcəyik, əl-ələ biz sona qədər. Geleceğe
Değişe bilmərəm sevgilim həyatıma hoş geldin. Sənə fəda bu can yarım, ürəyimdə sənin adın. Mənim olmazsa olmazım, sənin yerin mənim yanım. Mənim ömür gün yoldaşım, güvəndiyim tek sirdaşım. Yaşamağa səbəbkarım, həyatıma xoş gəlmisən. Mənim canım, canım. Sən hədiyəsən, mənə qalan, mənim olan, məni sevən. Mən Məcnun kimi yaşadacam bu sevgini, mənə güvən. Sev özün qədər, sadəcə sev, məni də sev, mənə yetər. Biz bu yolu gedəcəyik, əl-ələ biz sona qədər. Birlikdə artırıq imza gələcəyimizə, sevgilim səni dünyalara bil ki, değişə bilmərəm sevgilim həyatıma hoş geldin. Sənə fəda bu can yarım, ürəyimdə sənin adın. Mənim olmazsa olmazım, sənin yerin mənim yanım. Mənim ömür gün yoldaşım, güvəndiyim tek sirdaşım. Yaşamağa səbəbkarım, həyatıma xoş gəlmisən. Mənim canım, canım. Çok sağ olun Aybəniz xanım, çok sağ olun, teşekkür ederim. Sesimiz inşallah toylardan gelsin Rasulullah. Ben yine de sizleri Acanat Hanım tebrik ederim. Huzur dolu, sevgi dolu, məhəbbət dolu, eşq dolu gününüz, toy gününüz mübarək olsun. Arzu edirəm ki Acanat Hanım, görən gözləriniz, döyünən ürəyiniz, sevən qəlbiniz və hər zaman sevgi ilə, məhəbbətlə bərabər döyünsün. Bugün Ruslan Sadıq Sarayında birləşən əlləriniz, qəbləriniz heç zaman ayrılmasın. Bu gözəl həyatımızda xoşbəxt olasınız. Siz xoşbəxt olasınız deyərək, təbii ki, bu gözəl insanları bu məkana çəkib gətirən və o gözəl insanlardan da, valideynlərinizdən də xeyirda almaq istədik elə bu anımızda. Mən ilk öncə, dəyərli insanlar, dəyərli dostlar, bugün səbəbkarlarımıza arxa dayaq olan, bu gözəl məclisimizin, səbəbkarlarımızın valideynlərini, onların dayağı olan çox hörmətli ataları, anaları salamlayıram məclisimizdə. Gözünüz aydın olsun, dağ vüqarlı, şahin baxışlı atalarımız, gənc anaları, ağbiçək anaları məclisimizdə salamlayıram. Hər birinizin qarşısında baş əyirəm, deyir İslam bəy, heç nədən qorxmayan, heç nədən çəkinməyən sərkərdələr, fatihlər ana qarşısında diz çökmüşdülər, ana qarşısında baş əymişdilər. Mən bugün böyük hörmətlə səbəbkarımızın, Acanat xanımın valideynlərini və bəyimizin valideynlərini salamlayıram, təbrik edirəm. Böyük hörmətlə bizim gözəl dostumuz, qardaşımız, gözəl bir ailənin başçısı olan, dinli imanlı olan, çox hörmətli İslam bəy məhsimizə salamlayıram. Ömür yoldaşı Acanat xanımın anası Gülzar xanımı salamlayıram, təbrik edirəm. Gözünüz aydın olsun deyirik. Və bəyimiz Nuri bəyin valideyni Ceyhun bəyin məhsimizə salamlayıram. Fürsətdən istifadə edim, mən bəy evindən gələn dostlara, qonaqlara, qohumlara xoş gəldin deyirəm. Ceyhun bəy, qədəmləriniz var olsun, gözünüz aydın olsun. İki gözəl kənd arasında
və iki gözəl nəsil arasında qurulan bu qohumluq körpümüz əbədi olsun, daimi olsun arzularıyla sizləri bu gözəl meydanımıza, söz və musiqi meydanına dəvət edirəm ki, sizlərdən səbəbkarlarımızın şərəfinə gözəl bir xeyirdalar eşitdik. Buyurun, böyük hörmətlə, dağ çeşməsi kimi saf olan, təmiz olan, gözəl bir arzuları İslam bəydən, Gülzar xanımdan eşitmək arzusuyla. Buyurun, Ceyhun bəy, zəhmət olmasa sizdə. İslam bəy buyurun, Gülzar xanım, axşamınız xeyir olsun. Xoş görüşdük, gözəl dostumuz, qardaşımız. Gülzar xanım, təbrik edirəm. Bir qardaşın olaraq sizləri təbrik edirəm. Ceyhun bəy, xoş görüşdük, axşamınız xeyir olsun. Mübarək olsun, gözəl günümüz. Bugün dəyərli insanlar, dəyərli dostlar, doğrudan da iki gözəl ailənin toy günüdür, şah günüdür bugün. Bugün münasibətilə mən yenə də sizlər bizlər adından bu gözəl insanlara, bu gözəl valideynlərə göz aydınlığı verirəm, gözünüz aydın olsun. Toyumuz mübarək olsun. Qızınız getdiyi evdə, getdiyi ocaqda xoşbəxt qarıyıb, xoşbəxt yarayanlardan olsun arzuyla. Sizləri təbrik edirəm. İlk öncə çox hörmətli bizim zəhmətkeş anamız, çox hörmətli qız anası. Gözün aydın olsun. Deyir, əziyəm köçəndə, el yaylağa köçəndə, ana bəxtəvər olar, qızı gəlin köçəndə. Bəxtəvər analardan olasan. Qızınız getdiyi evdə bir daha xoşbəxt qarıyıb, xoşbəxt yarayanlardan olsun. Çox hörmətli Ceyhun bəy, evinizə gəlin gəlir. Ayağı sayalı, ruzi, bərəkətli olsun. Gəldiyi bu andan sizin evə ruzi, bərəkət, xoşbəxtlik gətirən xanımlardan, gəlinlərdən olsun arzuyla. Mən sizlərdən gözəl bir xeyirdalar eşitmək istərdim. Amma ilk öncə xeyirdalardan əvvəl mən bu gözəl insanları gözəl bir şeirlə, gözəl bir musiqilərlə təbrik etmək istədim. Gözəl bir Çinsa tırfası Simran da bizləri müşayiət eləyər. Eşq olsun sizlərə. İslam, təbrik edirəm yəni, qardaşım. Mübarək olsun. Və eyni zamanda dostlar, qeyd etmək istəyirəm ki, qızımızın anası Gülzar xanımın bugün doğum günüdür. Bugün münasibətilə də təbrik edirəm Gülzar xanıma. Bir alqışlar gəlsin. Doğum günü münasibətilə, bu gözəl təsadüf münasibətilə və nə gözəl. Ceyhun, onun sifarişi ayrıdır yəqin ki, amma deyəcəm sifarişini verərsən. Və bugün Ceyhun bəy deyir ki, bəyin atası Ceyhun bəyin də doğum günüdür. Bugün münasibətilə Ceyhun bəy, təbrik edirəm, gözün aydın olsun, Allah ömür versin. Yarayanlardan olarsan, Allah ömür versin, can sağlıq öz edirəm. Bugün oğul toyu görürsən, nəvə nəhcə toyu görmək inşallah qismətiniz olsun deyirik. Təbrik edir sizləri. Deyir, Canat xanım, səni təbrik edir İslam bəy, atamız təbrik edir. Deyir, bugün sənin toyundur. Saatlar yaxınlaşır. Körpəliyin gözündə, xəyalımda dolaşır. Hamı böyük həvəslə, bax, toyuna hazırlaşır. Mənsə tənha otaqda, o ki var ağlamışam. Qızım gəlin köçəcək. Mən hələ yatmamışam. Tanrı bütün qızlara nəsib etsin vüsalı. Hamı gülür, sevinir, səslənəndə vəzalı. Görəsən, sabah mən eşidəndə bu sevdanı sevinim, ya ağlayım. Bulut kimi dolmuşam. Qızım gəlin köçəcək. Mən hələ yatmamışam. Qız atası, ay İslam. Dünyada birincidir. Qızı köçən atalar ürəyində illədir. Razıyam, bir kəlmədir, amma ömrü boyu şübhədir. Qızım xoşbəxt olacaq, gözlə bu fikirlərlə yuxu çətin gələcək. Hamı yatıb, mən isə intizarda qalmışam. Qızım gəlin köçəcək. Mən hələ yatmamışam. Mən hələ yatmamışam. Bu fikirlərlə, bu qayğılarla aylardır İslam bəydə bu narahatçılıq var. Bu gözəllikləri mən bir daha təbrik edirəm. Gözünüz aydın olsun, qızınız getdiyi evdə, getdiyi ocaqda xoşbəxt qarıyıb, xoşbəxt yarayanlardan olsun. Ceyhun, ocağınıza gəlin gəlir. Ayağı sayalı, ruzili, bərəkətli olsun inşallah. Təbrik edir sizləri. Mübarəkdir, gözəl günümüz. Buyurun. Mən birinci hər kəsi xoş gəldiniz deyirəm, salamlayıram. Mən xoşbəxtdamam ki,
Ətraf belə bir dostlarla doludur. Mən də xoşbəxtəm ki, qızım köçür. Onun bir gözəl gününü gördüm. Hər kəsin bir arzusudur. Hər kəsin qapısında dəvətnamə ilə onun şən işə, bir xeyir işə çağıran dəvətnamə gəlsin. Allah can sağlığı versin. Xoşbəxt olsun. Dünyanın ən gözəl günlərin belə bir arzular balalım üçün. Mən bu uşağın valideyni oldum. Nə qədərsə yaşda, indidən sonra da Ceyhun'a deyirəm, ata ol, qaynata ol, balan kimi olsun. Çox xoşbəxt ol qızım, sən xoşbəxtliyə layiqsən. Azər müəllim, sağ olun. Biz bugün yeni qohumlarımı təbrik edirəm. Bugündən sonra biz bir ailə olacağıq. Qızım Alcanatı, oğlum Nurunu bir daha təbrik edirəm. Həyat keçmə-keçidir. Sizə bu həyatda uzun ömür, can sağlığı yarayıb yarayanlardan, devlətinizə, elinizə, obanıza, xalqınıza yarayan evlatlardan olun. Siz, ay İslam, sən narahat olun, hər şey yaxşı olacaq, biz yaxınıq. Valla sənin balandan yaxşı, necə deyirəm, sən baxımdan yaxşı baxasın üstündə. Sən, yəni bir daha təbrik edirəm cavanları, sizi də təbrik edirəm, o bir balalarınızın xeyir işinə yığılaq. Allah Teala bütün evlatları xoşbəxt eləsin, həyatdır. Sizə bu həyatda möhkəm olmağa, səbirli olmağa, təmkinli olmağa və yenə deyirəm, hər bir yerdə seçiləndən olmağa arzulayıram. Sağ olun. Çox sağ olun, təşəkkür edirəm. Bir alqışlar da istədim sizlərdən valideynlərə. Son olaraq. Təşəkkür edirəm hepinizə. Gözün sağlığı olsun, buyurun. Bu gözəl meydan sizlərdir. Vahabzadədən gəlir. Təbrik edirik əzizlər, doğmalar. Allah hər birinizi var eləsin. Biz də sizlərə can sağlığı arzu edirik. Üzünüzdə hər zaman təbəssüm görək. İndi gözəl ifalarımızla qohumları, doğmaları, hər kəsi rəqsə dəvət edirik. Buyurun. Gözünüz aydın olsun ata-yana, siz xeyir dua verin qızla yollana. Gözünüz aydın olsun ata-yana, siz xeyir